gösterecektir. Bakü'deki tek muhalefet o da Milli İstiklal Partisi. Savaş zamanı seçim olmaz deyip adaylıktan çekilen parti lideri İtibar Mehmetov, Karabağ ve Nahçıvan'daki gelişmelerden Halk Cephesi'ni sorumlu tutuyor. Ağır suçlamalarda bulunuyor. Qarabağ tamamilə Azərbaycanın kontrolundan çıxdı, Laçın bölgəsi də verildi. Rəsmən verildi demək istəyirəm, çünki ermənilər işğal etmədi oranı, Şuşanı da, Laçını da verdilər. Bu müharibə üçüncü sürətdə qızışdırılmağa başladı. Ermənistandan müharibə, həm də ekonomik vəziyyətin ağırlığı və bundan həm kommunistlər istifadə edirdilər və sonda isə məlum oldu ki, Xalq Cəbhəsinin yönetimçilərindən bəziləri də eyni politikanı yürüdürlər. İndi isə Xalq Cəbhəsi həmin kommunistlərlə bərabər seçim keçirəcək və həmin seçimin də əvvəldən nəticələri məlumdur. Türkiyədəki siyasi partiyaları da, siyasi adamlara da mənim bir mesajım var ki, Azərbaycan məsələsində bir qədər ehtiyatlı olsunlar.